Özgüvənli uşaqlar necə olur? Sərbəst şəkildə fikirlərini, hisslərini, istəklərini ifadə edə bilən, bir işi başlayıb sona çatdırmaq üçün əmək sərf edən, sosial münasibətlərdə ünsiyyətə girib özünə asanlıqla yer tapa bilən uşaqlar. Bəs uşaqlarda belə özgüvən necə formalaşır? Sözlə, yoxsa təcrübə ilə? Təbii ki, təcrübə ilə. Bu təcrübə əslində onların nəyisə edə bildiyini gördükləri zaman formalaşmağa başlayır. Bir mühitə daxil olarkən onlarla göz təması qurmaq, onlara sual vermək, cavablarını dinləmək və onların suallarını sonuna qədər cavablandırmaq, onlar bir fəaliyyət edərkən onları izləmək, görmək və onları gördüyümüzü göstərmək həmin uşaqlara özlərini görülmüş və təsdiqlənmiş hiss etdirir və nəyisə edə bildiklərini və kənarın da baxışları ilə, sözləri ilə onları təsdiqlədiklərini görürlər və o mühitə aid və özgüvənli hiss etməyə başlayırlar. Bəs sizin bu mövzuda fikirləriniz necədir? Sizcə uşaqlarda özgüvəni necə formalaşdırmaq olar və başqa hansı mövzularda belə bir video hazırlanmağını istəyərdiniz? Şərhlərdə görüşək.